22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük, dəyərli izləyicilər. Vətən müharibəsi davam edir. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir. Yüksək rütbəli zabitlərini, komandirlərini sıradan çıxarır. Gəlin daha ətraflı məlumat üçün cəbhə bölgəsində olan jurnalist Səxavət Məmmədi dinləyək. O deyir: Dünən gecədən indiyə kimi döyüşlər ara verməyib. Səhər saat 05 radələrindən başlayaraq artilleriya döyüşləri daha da şiddətləndi. Şimal istiqamətində ciddi hərəkətlilik var. Erməni tərəfi yenidən yaşayış məntəqələrini raketdən vurmağa çalışdı. Dünən Bərdədə baş verən hadisədən sonra Azərbaycan ordusu cəbhənin bütün istiqamətlərində qarşı tərəfin mövqelərinə zərbələr endirib. Yayımlanan videolardan da görmək olar ki, harda və nə işlər görülür. Məsələ ondadır ki, görünən yayımlanan videolardır. Təsəvvür edin, video ilə işləməyən qoşun növləri nələr edib. Onları da mən bilirəm. Bir də görünməyənlərin gördükləri işlər var. Dünən də yazdım. Erməni ordusunun ciddi təminat sıxıntısı var. Təminatın tam kəsilməsinə də az qalıb. Analitik İlkin Həsənli Ərdoğanın Putinlə telefon danışığı ilə bağlı şok fikirlər səsləndirib. O deyir: Ərdoğanın Putinlə telefon danışığının hansı tonda getməsini anlamaq üçün buna qədər olan hadisələrə və çıxışlara xüsusi diqqət yetirmək lazımdır. Rusiyanın açıqlamasına görə telefon danışığı məhz Türkiyə tərəfinin istəyi əsasında baş tutub. Telefon danışığına şərait yaradan amillərdən biri əlbəttə ki, İdlibdə son baş verənlərdir. Moskva Ankaraya həm də Qarabağ məsələsində təzyiq üçün Əsəd qoşunlarını burada aktivləşdirib. Başqa bir məsələ isə Rusiyanın Qarabağ savaşı fonunda atdığı addımlardır. Bu addımlar sırasına xüsusilə Moskvanın Ermənistana açıq şəkildə silah verməsi, eləcə də Moskvanın öz qoşunlarını birbaşa Azərbaycanla Ermənistan sərhədinə yerləşdirməsidir. Vəziyyət o həddə gəlib çatıb ki, Rusiya ilə münasibətlərdə hər zaman ehtiyatlı və realist yanaşma tərəfdarı olan İlham Əliyev həm xalqa son müraciəti, həm də televiziya müsahibəsində açıq şəkildə Rusiyanı ittiham etməyə başlayıb. Üstəlik, Avropadan Qarabağa gələn siyasətçilərə nəzər yetirin. Bu siyasətçilərin çoxu Rusiya xoş münasibətin tərəfdarı olanlardır. Yəni, Moskva Ermənistanı qorumaq istəyir. Analitik zəng ərəfəsində Putinin Valdaydakı məşhur çıxışını da şərh edib. Putin bu çıxışında nə deyirdi? Qısaca mesaj buydu ki, bəli, Azərbaycanlılara torpaqların qaytarılmasına müəyyən mənada razı ola bilərik, amma proses nəzarətimizdə olmalıdır. Üstəlik, Putin çıxışı zamanı erməniləri hansı ad altında müdafiə edəcəyinin mesajını belə verir və illərdir ərazi konflikti adlandırdığı problemi birbaşa etnik konflikt olaraq təsnif edir. Məhz bu proseslər fonunda Ərdoğan Putinə zəng etmişdi. Ən azından telefon danışığından sonraki açıqlamalar göstərir ki, tərəflər arasında danışıqlar elə də yumşaq tonda keçməyib. Hər bir halda Ərdoğanın açıqlaması danışıqların yuxarıda sadalanan bəndlər üzərində getdiyini göstərir. Digər tərəfdən Ərdoğanın açıqlaması başqa məqamları da ortaya çıxarır. Ərdoğanın telefon danışığı zamanı Ermənistana bu tərzdə silah yardımının dayandırılması tələbini səsləndirməsi ehtimalı böyükdür. İlkin Həsənli bildirib ki, başqa diqqət ediləsi məqam Rusların sərhədə yeridilməsi məsələsidir. Güman ki, bu da telefon danışığının əsas mövzusu olub. Bunu nəzərə alaraq, Ərdoğanın çıxışı zamanı qırmızı xətt mövzusunu hədər yerə gündəmə gətirmədiyini anlamış olarıq. Aydındır ki, sərhədə Rusların gəlməsi həm də Moskvanın savaşa dolayısı yolla qoşulmaq istəməsini göstərir. Dolayısı yolla bugün Azərbaycan Qarabağın şərqində təkcə ermənilərlə yox, həm də Ruslarla toqquşmuş olur. Yəni, əgər Rusiya artıq Ermənistan-Azərbaycan sərhədinə rəsmən nəzarət edirsə, demək ki, bu ərazidən Azərbaycan torpaqlarına birbaşa müdaxiləyə, diversiya hücumlarına görə də məsuliyyət daşımış olur. Bu da Moskvanın təkcə konfliktə müdaxiləsi demək deyil, həm də Ermənistandan Azərbaycana atılan hər mərmiyə görə birbaşa Rusların məsuliyyət daşıması deməkdir. Yəni, gələcəkdə ölkə ərazisinə təhdid yaranarsa, biz Rus bölmələrini hədəfə çevirə bilərik. Bu isə Azərbaycan üçün arzu olunmazdı. Çünki Bakı konfliktin beynəlmiləşdirilməsini istəmir. Ərdoğan məhz buna görə Rusları təhdid edir və ağıllı davranışa səsləyir. İlkin Həsənli Laçın şəhəri ilə bağlı sensasyon fikirlər səsləndirib. Bir şeyə diqqət edək. Rusların Qarabağla bağlı xüsusi aktivliyi məhz Azərbaycanın Laçın koridoruna yaxınlaşmasına ehtimalı gerçəkləşdirməyə başlayanda start götürdü. Ruslar heç bir halda Laçının Azərbaycana verilməsini istəmirlər.
bunu hər şeyin sonu kimi qəbul edirlər. Digər tərəfdən Ruslar artıq Azərbaycan ordusuna qarşı heç bir şey edilməyəcəyinin də fərqindədirlər. Ona görə də onların maksimal hədəfi Laçında Azərbaycanı dayandıraraq danışıqlara cəlb etmək və mümkün olarsa prosesi uzatmaqdır. Minimal hədəf isə hər şey əldən gedəcəyi təqdirdə, gələcəkdə Azərbaycana qarşı təzyiq kimi istifadə etmək üçün Qarabağda heç olmasa hansısa formada nəsə əldə etməkdir. Ona görə də Moskva maksimum səylə Azərbaycana təzyiq etməyə çalışır. Statın sonu. Beynəlxalq ekspertlər də bildirirlər ki, Rusiya Azərbaycanı heç cür dayandıra bilməyəcək. Bunu Ermənistanda da başa düşürlər. Ermənistanın Adekvat hərəkatının təsisçisi Konstantin Ternakalyanın erməni xalqına bu barədə müraciəti var. Müraciətdə deyilir: Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan silahlı qüvvələri qarşısında dayana bilməz. Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbaycanın pulunun və resurslarının bizimkindən daha tez tükənəcəyinə ümid etmək lazım deyil. Bir vacib həqiqəti anlamalıyıq ki, Rusiya Qarabağı bizim üçün qorumayacaq və itirdiyimiz əraziləri nəzarətimizə qaytarmayacaq. O yalnız Ermənistan Respublikasını xilas edə bilər. Cəbhə xəttindəki vəziyyətə toxunan erməni hərəkatının qurucusu Ermənistanın demək olar ki, bütün istiqamətlərdə ağrılı geri çəkilmə yaşadığını vurğulayıb. Hərbi texnika və xüsusi personal sahəsində Ermənistanın ciddi itkiləri var. Azərbaycan ordusunun ehtiyatları tükənməzdir. Bizim ordumuz isə artıq taqətdən düşüb. Statın sonu. Əziz izləyicilər, əmin olun ki, ordumuz cəbhədə sürətlə irəliləyir və yeni əraziləri işğaldan azad edir. Yəqin ki, yaxın vaxtlarda Ali Baş Komandan yeni şad xəbərlər açıqlayacaq. Tezliklə 3 rəngli bayrağımız Şuşada dalğalanacaq. Allah ordumuzu, xalqımızı qorusun. Qələbə bizimlədir.